John wants to build a house next to a forest. In the forest, there are lots of trees, flowers, and animals. There is a lake too. John takes his axe and goes to the forest. He talks to a tree. I need wood to build my house, he says. So the tree gives John some food. His friends visit John and they like his house. John and his friends go to the forest and cut down more and more and more trees to build more and more houses. Soon there are not any trees, there are not any flowers, there are not any animals. The lake is dirty. The people are hot, sad, and thirsty. John goes to the forest. What happened? John asks the tree. You cut down the trees in the forest. Now the animals don't have food to eat or place to live. The lake is dirty, so there are not any fish, says the tree. What can I do? Asks John. Plant trees and clean the lake, says the tree. John and his friends plant trees and they clean the lake. Now the trees are tall and have leaves. There are flowers. The animals are back in the forest. There are fish in the lake. It's cool in the forest again. Everyone is happy. John wants to build a house. John wants istəyir, build tiksin, a house bir ev. Next to a forest, meşənin yanında. Next to növbəti, yanında deməkdir. In the forest, meşədə, there are, var, lots of çoxlu trees, ağaclar, flowers, güllər, and animals və ağaclar. Deməli, meşədə çoxlu ağaclar, güllər, heyvanlar var. Animals heyvanlar deməkdir. There is a lake too. There is var deməkdir. Lake təkdə deyən tək isimlərlə there is işlənir. Göl də var. To da dadə həmçinin deməkdir. Göl də var. John götürür his axe, onun baltasını, his oğlanlara deyilir, onun deməkdir. Qadınlara da her deyilir. Keçən dərs bunu dedik. His axe baltasını and goes to the forest və meşəyə gedir. Forest meşə. He talks, o söhbət edir, to a tree, bir ağac ilə. Mənə lazımdır wood, taxta, to build my house. My house mənim evim, build tikmək. To build my house, evimi tikməyə. He says, o deyir. So, belə ki, the tree, ağac, gives John'a verir some food, some wood, biraz odun. His friends, onun dostları, visit John, yəni John'un yanına gedirlər, qonaq gedirlər, visit John. And they və onlar like, xoşlayırlar. His house, onun evini. Kişilərə, oğlanlara his deyirik onun deyəndə. John and his friends. John və onun dostu go to the forest, meşəyə gedir. Forest meşə, go getmək. And cut down və kəsir. More daha çox, and more və daha çox trees, ağaclar. To build more and more house, build tikmək, daha çox ev tikməyə. Soon, tezliklə, there are not any trees. Heç bir ağac yoxdur. There var, vardır. There are not yoxdur. Any trees, heç bir ağac. There are not any flowers. Heç bir güllər yoxdur. Görürsüz, there var deməkdir. Cəmdə flowers olduğuna görə və yaxud da trees cəmdə olduğuna görə zera deyirik. There are not any animals. Heyvanlar yoxdur. The lake is dirty. The lake göl, dirty çirkli deməkdir. Is dirty çirklidir. The people insanlar are hot istidir.
insanlara. Sad qəmgindir, thirsty susuzdur. John goes to the forest. John meşəyə gedir. What happened? What nə happened? Baş verib. John asks the tree. John ağaclardan soruşur. You, sən, cut down the trees. Ağacları kəsmisən in the forest meşədə. Now, indi, the animals, heyvanlar, don't have, heyvanların yoxdur, food ərzaqları, to eat, yeməyə, or və yaxud da place, yerləri, to live, yaşamağa. Deməli, animals don't have, heyvanların der yoxdur, food to eat, yeməyə, ərzaqı, place to live, yaşamağa yeri. The lake is dirty, lake göl idi. Dirty çirkli, göl çirklidir. So, belə ki, there are not any fish, heç bir balıq yoxdur. Fish, balıq. Says the tree, ağac deyir. What can I do? Mən nə edə bilərəm? Do etmək, can bilmək. What can I do? Nə edə bilərəm? Asks John. John soruşur. Ask, soruşmaq. Plant trees. Ağacı ək. Deməli, plant əkmək deməkdir həm də. Trees də ağaclar. Demək, ağaclar ək. And clean the lake. Clean təmizlə deməkdir. Lake, göl. Gölləri təmizlə. Says the tree. Ağac deyir. John and his friend. John və onun dostları plant trees. Ağacları əkir. They clean the lake. Onlar clean təmizləyir. The lake, gölü. Now, indi. The trees are tall. Ağaclar hündürdür. And have leaves və yarpaqları var. There are flowers, güllər var. The animals are back. Heyvanlar are back, qayıdıb in the forest meşəyə. There are fish, balıqlar var. In the lake, göldə. It's cool in the forest again. Cool yəni yaxşıdır. In the forest meşədə yenidən, yəni yaxşılıqdır, hər şey yaxşıdır. Everyone is happy. Yox, burada cool sərin mənasına verir uşaqlar. It's cool in the forest again. Meşə yenidən sərindir. Everyone is happy. Hər kəs xoşbəxtdir. Oxuyacaqsınız, tapşırığı eləyəcəksiniz. Tapşırıqları özünüz yazacaqsınız. İndi mən bu formada ingilis dilində indi sual-cavab formasını hazırlayacağam. 1-2 saniyə dayanacağam, cavabı siz verəcəksiniz. To build a house next to a forest. There are lots of trees. There are lots of flowers. There are lots of animals. It is a lake. Takes his axe. Go to the forest. Talks to a tree. I need wood. Build my house. Tree gives some food. Visit friend's house. Cut down trees. Need more wood. There are not flowers. People are hot. People are sad. People are thirsty. Cut down trees. Cut down trees in the forest. Place to live. Food to eat. Lake is dirty. Lake is clean. Plant trees. Everyone is happy. Forest is cool. Bunu bu formada uşaqlar cavablar verirsiniz. Mümkün olsa başqa telefondan da, məsəl üçün mənim səsimi qoyursunuz bu formada. Mən orada deyirəm, saxlayırsınız, cavab verirsiniz, videonu atırsınız mənə.